Azərbaycanlıların ən birinci suallarından biri odur ki, həmin ölkənin vətəndaşlığını necə əldə etmək olar? Eyni ilə Slovakiya ilə bağlı da vətəndaşlıq necə əldə etmək olar? Slovakiya vətəndaşlığı almaq üçün ilk öncə daimi oturum almaq lazımdır. Yəni daimi oturum olmasa, yəni Slovak vətəndaşlığına başvurmaq olmur. Hansı müddətə verilir o daimi oturum? Daimi oturum, əgər siz işçi oturumu ilə burada qalırsınızsa, işçi oturumu 5 il keçməlidir. Yəni 5 il aktiv vəziyyətdə aktiv vəziyyətdə olmalıdır və ondan sonra sən artıq daimi oturuma müraciət edə bilərsən. Və daimi oturum alandan sonra artıq vətəndaşlığını bəli düşünmək olar ki, mən ala bilərəm. Məsələn, evlilik bilirəm. Bəli, evlilik misal üçün sən Slovak vətəndaşlığı ilə ailə həyatı qurursansa, sənin sadəcə daimi oturumun müddəti qısalır. Misal sən daimi oturumu daha tez alırsan. Məsələn, daha artıq 5 il gözləmə ehtiyac yoxdur. Sən artıq 3 ayamı, 6 ayamı müəyyən sənədlər əsasında. O da yenə müraciət etmək lazımdır. Daimi oturum alırsan. Yəni sən artıq elə bil ki, 5 il qabağa düşürsən. Yəni belə deyək də, Ramil. Yəni evləndi, sən avtomatik dövlət sənə vətəndaşlıq vermir. Onun üçün də yenə müraciət etmək lazımdır.